Şəxsi tikili, həm torpağın, həm evin çıxarışı olan 3 otaqlı həyət evini təqdim edirəm. Evimizin üstün cəhəti nədir, dəyərli dostlar? Gələcəkdə imkanın olsa, bu evin üstündən də rahat 1-2 mərtəbədə qaldıra bilərsən. Çünki bu evin üstü monolit betondur, şəxsi tikilidir. Həyətimiz də normal qaydada, evin hər bir tərəfi də açıqdır. Təqdimat edirəm sizlərə giriş hissəsindən. Baxın, daxil olarkən bizi belə bir geniş ölçülü koridorumuz qarşılayır. Sağ istiqamətində böyük qonaq otağımızdır. Bura qonaq otağımız. Baxın, belə bir gözəl qonaq otağımız var. Qazı su işığı daim fasiləsizdir. Mərkəzi kanalizasiya sistemidir. Günün hər vaxtı bu evə baxa bilərsiniz. İdeal bir ərazidə, ideal bir həyət evi. Məktəb, bağça, park tam yaxınlığındadır. Görürsünüz, belə bir kvadrat, geniş ölçüyə malik həyət evimizdir. Bugünkü gündə bazar qiymətindən çox ucuz bir qiymətə təklif olunur. İrəliləyən dəqiqələrində evimizin satış qiyməti ekran aşağı hissəsində qeyd olunacaq. Bura bizim evin mətbəx hissəsidir. Baxın, qanuni 3 otaq, geniş otaq ölçüləri olan şəxsi tikili həyət evi. Həyətinə avtomobil daxil ola bilir. Geniş, gözəl görkəmə malik həyətimiz var. Görürsünüz, səliqəli, böyük ölçüsü olan mətbəximiz idi. Burada yerləşir böyük qonaq otağı. Ümumilikdə bütün otaqlarımızın hamısı açılır koridor sisteminə. Baxın, gözəl görkəmə malik, səliqəli qonaq otağımız. Xırdalanın elə bir ərazisindədir ki, bu ərazilərdə, yəni yağış yağanda su qalmır. Quru ərazilərdədir, dəyərli müştərilər. Pəncərələrin qarşısı açıqdır. Kameradan da göründüyü kimi qoşadaşla inşa edilib. Baxın, heç bir qonşunun da pəncərəsi sənin həyətinə baxmır. Arada kifayət qədər hündür məsafə var. Burada koridorumuzdur bizim. Baxın. Solda yerləşir kiçik uşaq otağımız, normal genişlikdədir. Buranın müəyyən səbəbdən yumuşaqlanacaq. Yanında işığımız da var, baxın. Normal qaydada, normal genişlikdə. Ümumi sanitar qovşağımız yerləşir. Geniş ölçüyə malikdir, tam hazır vəziyyətdə. Yer istif döşəmədir. Gəlin düşək evin həyət qismini sizlərə təqdim edeyim. Bura bizim evimizin həyətidir. Evin bir tək üst fasadı qalıb. Əmlak sahibi deyir ki, real alıcı ilə razılaşandan sonra evin fasad rəngində vurub təhvil verəcəm. Zirzəmisi qatıdır, rahat istifadə edə bilərsiniz zirzəmisindən də. Belə bir gözəl həyətimiz var. Geniş həyət ölçüsünə malikdir. Həyətinə maşın daxil ola bilir. Yoldan birinci evdir. Diqqətinizə görə təşəkkür. Həm evin, həm torpağın kupçası var.